Ağdərə rayonunda bax 93-cü ildə bu evdən də köçkün düşdük. Bu evdə yaşayırdıq. İndi şükür Allaha gəlmişik. Ağdərə rayonunu gəzirik. Karşıyel istiqamətindədir bura. Bu küçə. Biz o vaxtı burada yaşayırdıq. Sonra mənfur ermənilər gəldi Ağdərə rayonunu işğal edəndə biz buradan da köçkün düşdük. Ağdərə rayonunda olan evimizdir bu, əziz izləyicilər. ...92'də məcburi köçkün düşəndən sonra gəldik Ağdərə rayonunda. Bax bu evdə yaşadıq. 93'də də buradan köçkün düşdük. İndi Allah'ın bu gününə şükür ki torpaqlarımız azad olunub. Ağdərə rayonunda işğaldan azad olunub. Şükür Allah'ın bu gününə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi, ordumuzu qorusun.